Vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Bu buraxılışımızda biz burnun estetik əməliyyatı haqqında danışacağıq və studiyamızın qonağı qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi uzmanı doktor Cavid Cəbbarzadədir. Xoş gəldiniz Cavid bəy. Salam aleyküm, xoş gəldiniz. Cavid bəy, ümumiyyətlə burnun xarici görünüşü, yəni görüntüsü, nəfəs almaya, yəni burnun funksiyasına mənfi təsir göstərə bilərmi? Aydındır sualınız. Öncəliklə məni dəvət etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm və uzmanlıq təhsilimi aldığım Hacettepe Universitetindəki bütün müəllimlərimə, hocalarıma mənim üzərimdə çox əməkləri var. Onlara dərin minnətdarlığımı bildirmək istəyirəm. İndi burada mövzu burundur və rinoplastikada, amma sadəcə burun deyil, istər qulaq cərrahiyyəsi olsun, istər baş boyun cərrahiyyəsi olsun, bu cərrahiyyələri öyrənməyimizdə böyük əməkləri var. Çox təşəkkür edirəm bütün oradakı hocalarıma, Hacettepe Universiteti Qulaq Burun Boğaz şöbəsindəki. Sualınıza gəldikdə isə burun xarici görünüşünün təbii ki, nəfəs almağa təsiri var. Bəzən xəstələrdə burun daxilində hər hansı bir patologiya olmur. Sadəcə burun xaricindəki patologiyalar səbəbi ilə nəfəs alma problemləri olur və bu xəstələrdə xəstənin normal bir şəkildə nəfəs alması üçün mütləq o burun xarici strukturlarda düzəldilməlidir. Burada bir Görüntülərimiz də var. Bəli, görüntülər üzərində danışsaq daha maraqlı olar. Görüntülərimiz ekrana gələcək birazdan və buyurun. Deməli, biz həmin faktorları tək-tək sadalayacaq olsaq, bir, burun ucunun çox aşağı yerləşməyi, buna türk dilində tip düşüklüyü deyirlər və yaxud drooping nose deyirlər ingiliscəsində. Bu miqdar aşağı olanda xəstələrdə burun tıxanıqlığı şikayəti olur. Xəstələrdə burun daxilində, yəni burun ara kəsməsində və ya burun çəpəri deyirlər və ya septum deyirlər, hər hansı bir və ya balıq qulağı heç bir problem olmasa belə, sadəcə burun ucunun aşağı yerləşməyinə görə xəstələrdə burun tıxanıqlığı şikayəti ola bilər. Bu xəstələr bizə çox vaxt müraciət edəndə xəstələr bu şəkildə öz şikayətlərini ifadə edirlər ki, burun ucunu bir miqdar yuxarı qaldıranda həkim daha rahat nəfəs alırıq. Bu xəstənin əməliyyatdan əvvəlki və əməliyyatdan sonraki şəklini görürsünüz. İzləyicilərimiz sağ tərəfdə əməliyyatdan sonraki şəklini görürlər. Və burun ucu qaldırıldıqdan sonra xəstə daha rahat nəfəs alır və bu xəstədə bəzi xəstələrdə burun ucunun aşağı yerləşməyi daha da ciddi şəkildə olur. Orada bəzi xəstələrdə demək olar ki, hava keçməyə yer olmur, çox aşağı yerləşdiyinə görə. Bu hallarda xəstənin normal şəkildə nəfəs alması üçün burun xarici görünüşündə dəyişməyi şərtdir, mütləqdir. İkinci olaraq, öndən baxanda hər hansı deviasiyalar ola bilir. Bəzən daha ciddi deviasiyalar ola bilər. Bu xəstədə də eyni şəkildə, yəni xəstənin rahat bir şəkildə nəfəs alması üçün sadəcə burun daxili düzəldilməklə bu xəstə rahat bir şəkildə nəfəs ala bilməz. Bu xəstənin burun xarici görünüşü də düzəldilməlidir. Bu xəstənin də əməliyyatdan sonraki şəklini görürsünüz. Bu xəstələrin əksəriyyətini biz Türkiyədə, Hacettepe Universitetində olanda orada icra eləmişik. Türk xəstələr də var və ya Türkiyəyə başqa ölkələrdən gələn xəstələr də var. Digər bir məsələ, üçüncü bir məsələ, bu qrafikdə, bu sxemdə, bu ortada gördüyünüz xətt burun ara kəsməsidir. Yanlardakılar isə üst-yan qığırdaqlar deyirik. Normada üst-yan qığırdaqlarla burun ara kəsməsi arasında təqribən 15 dərəcə bir bucaq olmalıdır. Xəstənin, insanın rahat bir nəfəs ala bilməsi üçün. Əgər bu bucaq daralırsa, bu qığırdaqdakı, üst-yan qığırdaqdakı hər hansı bir dəstək problemi səbəbi ilə bu bucaq azalırsa, buna deyirik daxili valv yetərsizliyi və ya daxili valv yetməzliyi deyirik. Bu hallarda xəstə rahat nəfəs ala bilmir. Çünki o bucaq daralmış olur. O bucağı biz əməliyyat əsnasında xüsusi ayrıcı qreftlər deyirik və ya başqa adına spreader qreftlər deyirik. Xüsusi ayrıcı qığırdaqları bu hissəyə yerləşdirərək dediyimiz bucağı genişləndirmiş oluruq və nəticədə xəstədə o
daxili valv problemini həll etmiş olur və nəticədə xəstə daha rahat nəfəs almış olur. Məsəl üçün, bu xəstəmizdə yenə başqa bir xəstəmizin şəklidir. İzləyicilərimiz sol tərəfdə əməliyyatdan öncəki şəklini görürlər. Xəstənin əməliyyatdan öncəki vəziyyətində burun sağ tərəfində o internal valv yetməzliyi dediyimiz oradakı bucaq daha az idi və xəstə rahat nəfəs ala bilmirdi. Bu xəstələr çox vaxt bizə gəldiklərində yanaqlarını yan tərəfə çəkdiklərində nəfəslərinin daha rahat olduğunu deyirlər və biz də həm xəstənin şikayətləri, həm də müayinə əsnasında oradakı o daxili valvdəki yetərsizliyi, bucaqdakı problemi aydınlaşdırırıq və cərrahi olaraq müdaxilə edirik. Xəstənin əməliyyatdan sonraki şəklində dediyimiz o dəstək qığırdaqlarla həmin problem həll olmuş vəziyyətdədir və xəstənin də əməliyyatdan qabaqki şikayətləri həll olmuş şəkildə görsənir. Digər bir məsələ, dördüncü faktor, bu hissə alt yan qığırdaqlardır. Bəzən bu alt yan qığırdaqlarda müxtəlif dəstək itkisi olur və ya pozisiyalarında müxtəlif problemlər olur. Bu şəkildə də xəstələrdə nəfəs alma problemləri ola bilər və xəstələr bizə gəldiklərində nəfəs aldıqları vaxt bu alt yan qığırdaqlarda çökmələr olur. Yəni, bu tip xəstələrdə burun daxilində heç bir problem olmasa belə, xəstənin normal bir şəkildə nəfəs alması üçün buradakı qığırdaqlar dəstəklənməlidir və həmin dəstəklənmə sonrası da burun xarici görünüşündə dəyişikliklərin olması qaçınılmazdır. Digər pozisiyanla əlaqəli bir xəstəni göstərək. Bu xəstədə isə alt yan qığırdaqların pozisiyasında problem var idi və əməliyyat sonrası xüsusi cərrahi texnika ilə əməliyyatdan sonraki görünüş izləyicilər şəkildə sağ tərəfdə görürlər. Bu şəkildə dəyişmişdir. Yəni, nəticə olaraq bu sadaladığımız hər 4 halda xəstənin burun daxilində heç bir problemi olmasa belə, xəstə rahat bir şəkildə nəfəs alması üçün burun xaricində dəyişikliklər eləmək şərtdir, mütləqdir. Burun xaricində o dəyişikliklər olmasa əgər, sadəcə burun daxili problemləri həll olunsa, xəstə rahat nəfəs ala bilməz. Bu dəyişikliklər olmalıdır. Əgər rinoplastika, burunun xarici görünüşündəki dəyişiklik, nəticədə rinoplastika əməliyyat sonrası xarici görünüşündə bir dəyişiklik olur. Sadəcə funksional səbəblərləndirsə, yəni estetik deyil, sadəcə funksional səbəblərə bağlıdırsa, buna deyilir funksional rinoplastika. Yəni, bu sadaladığımız problemlərin hamısında biz xəstəni əməliyyat edirik, əməliyyat sonrası xəstələr rahat nəfəs alırlar, amma rahat nəfəs almaları üçün xəstələrin burunlarındakı xarici görünüş dəyişməlidir. Yəni, əslində nəfəs almanın pozulmasını hər zaman funksiyasına, yəni daxildə olan problemləri ilə bağlayırdıq. Amma demək ki, xarici görünüşü də nəfəs almanın pozulmasına gətirib çıxara bilir və hansı səbəblərdən bunu da artıq siz dediniz. Ümumiyyətlə, bu cür burunun xarici görünüşünün dəyişilməsi, yəni burunun estetik əməliyyatına getmək istəyənlər var, çoxdur. Amma nədənsə qorxurlar, nədənsə çəkinirlər. Sizcə nə ola bilər bu? Hansı məqamlarda? Bir psixoloji səbəbdir, yoxsa düşünürlər ki, ağrılar ola bilər, ona görə belə qorxular olur? Buyurun. Təbii ki. Çox yerində bir sualdır. Bir çox xəstələrdə əməliyyat öncəsi bu tip qorxular olur. Əslində, xəstələri buna görə qınamamaq lazımdır. Çünki insan bilmədiyi bir şeyin düşmənidir. Yəni, insan tanımadığı, bilmədiyi bir şeylə dost ola bilməz, onu tanımalıdır və problemin nə olduğunu bilməlidir. Biz problemləri açıqlayaq, nəylər ola bilər, nəylərdən qorxurlar və ya çəkinirlər və əslində o qorxulara və ya çəkinməyə ehtiyac olmadığını deyəcəyik. Yəni, onların doğru bildikləri bəlkə yanlışlar var. Bəli, bəli. Bir, ola bilər ki, ümumi anesteziyanla əlaqəli qorxulardır. Bəli, çox insan bundan qorxur. Narkozla əlaqəli qorxulardır. İki, ola bilər burun xarici görünüşü əməliyyatdan sonra necə olacaq? Ona bağlı qorxulardır.
Üç ola bilər əməliyyat sonrası ağrı və tampon məsələləri ilə əlaqəli qorxular. Və digər, yəni tam qorxu deməzdim, biraz çəkinmək kimi deyərdim. Ətrafdakıların nə deyəcəyi. Bu da xüsusən də Azərbaycan mühitində ətrafdakılar nə deyərlər. Qınaq, yəni bu qınaqdan qorxular. Bəli, qınağı. Ətrafdakılar nə deyərlər. Ona görə də bir çox xəstələr sadəcə o səbəblə əməliyyat olmaq istəmirlər və ya əməliyyatdan çəkinirlər. Ümumi anesteziyadan başlasaq və ya el arasında narkoz deyirik. Bu, müasir dövrdə, artıq indiki dövrdə bizim əməliyyat əsnasında istifadə elədiyimiz ümumi anesteziya dərmanları 20 il qabaqçı, 30 il qabaqçı, 40 il qabaqçı dərmanlarla eyni deyil. Artıq hər şey dəyişilib. Xəstələrdə nə tip qorxular ola bilər? Əməliyyat əsnasında ağrı hiss edərəmmi? Yəni, bəzi şeyləri hiss edə bilərəmmi? Və ya olur ki, əməliyyat sonrasında narkozdan oyanmama deyə bir şeydən... Və ya məsəl üçün əməliyyatdan sonra ağrılar çoxmu olacaq? Yəni, o Bəli, reabilitasiya ağrılar çox olacaq. Və ya bəzi xəstələr, yenə də bu sualı daha çox Azərbaycanda xəstələr bizə verirlər. Əməliyyatdan sonra hər hansı bir psixonevroloji problemlər olarmı deyə. O da yəqin ki, narkoza bağlayırlar. Bəli, Çünki deyirlər, yəni, narkoz almış insanlarda belə hallar olur. Narkoza bağlı psixonevroloji problemlər ola bilərmi deyə xəstələr çox vaxt o sualı da bizə soruşurlar. Əməliyyatdan oyanmamaqla əlaqəli bu əməliyyat artıq Azərbaycanda indiki vəziyyətdə, indiki şəraitdə kifayət qədər peşəkar anesteziya mütəxəssisləri var. Anesteziya mütəxəssisi və ya anesteziya uzmanı xəstəni yatırdır, xəstəni əməliyyat əsnasında təqib edir və xəstəni oyandırır. Və xəstə yatdığı əsnada xüsusi monitor yardımı ilə xəstənin bütün həyati vacib orqanları nəzarət altında olur. Yəni, bəlkə əslində normalda həmin şeylər, yəni, normal günlük həyatda heç təzyiqimiz olsun və ya digər ürək... Yəni, heç nəzarətdə olmadığı halda orada olur, mütləq olur. Orada nəzarət altında olur və anesteziya dərmanları damcı şəklində verilir, damcı verilir, az verilir. Yəni, əgər o damcı şəklində verilən dərman kəsilərsə, təcrübəli bir anestezioloqun əlində xəstə 2-3 dəqiqəyə oyanır. Yəni, bizim işimiz bitdikdən sonra xəstə 2-3 dəqiqə oyanır, təcrübəli bir... Yəni, onun da dozları var demək ki. Təbii ki, dozaları var, miqdarları var. Bəli. Xəstə 2-3 dəqiqə oyanır, təcrübəli bir anestezioloqun əlində. Yəni, ümumi olaraq deyə biləcəyim odur ki, artıq müasir dövrdə anesteziya bağlı risklər və qorxular demək olar ki, minimaldır. Psixonevroloji ağırlaşmalarla əlaqəli suala, yəni, mən indiyə qədər yüzlərlə bu rinoplastik eləmişəm, demək olar ki, hamısında ümumi anesteziyanı eləmişəm. Əməliyyat sonrası hər hansı bir xəstədə bir psixonevroloji bir problem görməmişəm. Və anesteziyanla əlaqəli, belə mən çox vaxt xəstələrim soruşanda o şəkildə xəstələrə izah edirəm. Xəstə deyirəm, əgər siz maşın yoluna çıxmağa qorxmursunuzsa, istər avtomobil içində, istər piyada olaraq. Əgər maşın yoluna çıxmağa qorxmursunuzsa, anesteziyadan da qorxmayın. Çünki anesteziyada olacaq olan risk maşın yoluna çıxanda aldığınız riskdən qat-qat daha aşağıdır. Yəni, anesteziyadan qorxmaq lazım deyil. Çox insan bundan qorxur. Çünki elə də təhlükəli bir prosedurmu deyim, elə bir proses deyil. Təbii ki. Nəzarət altında, anesteziolog nəzarət altında aparılır. Artıq müasir dövrdə hər şey xəstənin rahatlığına, komfortuna yönəlir. Bəs ağrılar necə? Onsuz da əməliyyat zamanı ağrını hiss etməyəcəklər. Çünki yatızdırırsınız, anesteziya var, insan heç nə hiss etmir. Ən çox əməliyyatdan sonra olan ağrılardan, yəni insanlar düşünür ki, ola bilər ki, ağrılar o qədər şiddətli olacaq ki, heç bu ağrılara dözmək mümkündür. Elədirmi? Bu, rinoplastika sonrası ağrı məsələləri xüsusən də əvvəllər istifadə olunan uzun tamponlara bağlı olurdu. Yəni, çox vaxt xəstələr o tamponlar burun içində olduğu vaxt və çıxarıldığı vaxt elə bir ağrı hiss edirdilər ki, onları ömürlərinin axırına qədər unutmurdular. Artıq müasir dövrdə həmin tamponlar demək olar ki, istifadə olunmur.
xüsusi silikon tamponlar var, içərisindən kanalı olan, yəni ən çox onlar istifadə olunur. Mən xəstələrimin uyğun xəstələrində, bir çox xəstəmdə tampon da istifadə eləmirəm. Yəni tamponun icra ediləcəyi funksiyanı mən əməliyyat əsnasında icra edirəm və hər hansı bir tampona ehtiyac olmur. Əgər ehtiyac olsa, dediyim xüsusi yumşaq silikon tamponlardan yerləşdiririk. Onlar əməliyyat sonrası bir neçə gün sonra çəkilir və içində də xüsusi kanalı olduğuna görə xəstə daha rahat nəfəs alır və bir problem olmur. Başqa şəxslərin qınağı məsələsinə gəldikdə isə, yəni nəticədə bu burun həmin şəxsə aid bir şeydir. Əgər həmin şəxs daim güzgüyə baxanda özünü bir narahat elirsə, psixoloji gərginlik keçirirsə və ya müxtəlif məclislərə, mərasimlərə burnu səbəbi ilə getmirsə, İnsanlardan uzaqlaşır, özünə qapanır. Belə psixoloji gərginliklər yəni yaşır. Həmin xəstə o psixoloji problemləri yaşayanda o ətrafdakı insanların heç biri gəlib ona dəstək olmurlar. Yəni dəstək olmurlar ki, narahat olma, hər şey yaxşıdır. Həm Türkiyədə hətta... Yəni insan bununla barışa bilirsə, əgər barışa bilmirsə, artıq o an müraciət edə bilər. Təbii ki, barışa bilmirsə və yəni əsas məqsəd odur ki, bu el qınağına görə ətrafdakılar nəsə deyərə görə deyil, xəstə öz içindəkilərə görə. Əgər narahatdırsa, ona görə hərəkət eləməlidir. Bizim Türkiyədə bir xəstəmiz var idi. 65 yaşında, səhv eləmirəmsə, 65 yaşında bir qadın xəstədir. Xəstə mənə müraciət edəndə dedi ki, 30 ildən artıqdır ki, burnum səbəbindən yoldaşım məni heç bir toya, məclisə, heç bir yerə aparmayıb. 30 ildən çoxdur və 65 yaşında bir qadın müraciət elədi, rinoplastik elədi. Nəhayət bu addımı atdı. Nəhayət bu addımı atdı və xoşbəxt bir şəkildə getdi. Nə gözəl. Əslində doğrudan da, bax, məsəl üçün bu rinoplastik əməliyyatı, burun estetik əməliyyatı insanı xoşbəxt edə bilər. Yəni, amma uğursuz alınarsa təbii ki, biraz narahatçılıq da yarada bilər. Onun üçün təcrübəli əllərdə təbii ki, uğurlu alınacaq. Bunu da araşdırmaq lazımdır, düzgün ünvana getmək lazımdır. Çünki elə bir əməliyyatdır ki, burun elə bir orqandır ki, çox önəmlidir. Həm funksional olsun, həm estetik olsun. Deyirsiniz, insan 30 ildir cəmiyyət içərisinə çıxa bilmir. Yəni, öz yoldaşı onu heç ara getməyinə icazə verməyib. Yəni, öz yoldaşı belə bu şəkildə eləyirsə, deməli, başqa ətrafdakı bir insanlardan hər hansı psixoloji dəstək gözləməsin bu problemi olan xəstələr. Əgər problemləri varsa, müraciət eləsinlər bu işin mütəxəssislərinə, bu işi yaxşı bacaran insanlara. Və biraz öncə qeyd elədiniz, heç nədən də qorxmaq lazım deyil, nə anesteziyadan, nə ağrıdan, hər şey, yəni belə deyək də, o qədər də onlar düşündüyü qədər çətin deyil. Və Cavit bəy, mən sizi təqdim edəndə qulaq, burun, boğaz və baş boyun cərrahisi uzmanı kimi təqdim etdim. Bu burun əməliyyatını, estetik əməliyyat keçirmək istəyənlər həkimi necə seçməlidirlər? Yəni, estetik cərrah bunu etməlidir, yoxsa qulaq, burun, boğaz cərrahı da bunu edə bilər, amma vaxtımız azdır, çox qısaca. Bu əməliyyatla bağlı istər plastik cərrah olsun, istər qulaq, burun, boğaz cərrah olsun, bu əməliyyatı icra eləməndə hər hansı bir problem yoxdur. Əsas odur ki, yəni arzu olunan gözəl burnu, nəticəni xəstəyə bəxş eləyirsə, həmin cərrah, nəticədə həmin xəstə məmnun qalacaq. Razı qalanlar çoxmu olur bu əməliyyat? Sizin əməliyyatlarınızdan razı qalanlar? Bu xəstə məmnuniyyəti ilə əlaqəli, mən başqa kanallarda da, yəni orada demişəm, əgər cərrah işini düzgün prinsiplərə əsasən qurubsa və xəstədə də heç bir psixoloji problem yoxdursa, o xəstə məmnun qalacaq rinoplastika sonrası. Biz əməliyyatdan qabaq xəstələrlə uzun-uzun söhbət eləyirik. Yəni, xəstə gələndən sonra burnunda problem var, əməliyyat eləyək, o şəkildə qərar vermirik. Uzun, yəni təqribən 1 saat, 2 saat söhbət eləyirik, xəstə nələri istəyir. Biz o istədiyi nəticəni xəstə verə bilərikmi və onun nəticəsində qərar veririk həmin əməliyyatı eləyək, yoxsa eləməyək. Yəni deyirsiniz, belə olarsa məmnuniyyət daha çox olacaqdır. Təbii ki, bu şəkildə olanda məmnuniyyət daha çox olur və hətta bəzi psixoloji olaraq problemi olan xəstələri əvvəlcədən hiss etdiyimizdə və ya burun əməliyyatından sonra həyatının hər şeyin dəyişəcəyini zənn eləyən insanları hiss eləyəndə biz o xəstələri əməliyyat etmirik. Qəbul etmirik. Belə Cavit bəy, təşəkkür edirəm. Hörmətli tamaşaçılarımız, daha bir buraxılışımız sona çatdı. Sağ olun, sağlıqla qalın.